Bildiyimiz kimi buraxılış imtahanlarında istər 9, istər 11-ci siniflərdə mütləq 2 mətn düşür. Bu mətn sualları ilə işləyərkən biz nələrə diqqət etməliyik? Birincisi, sualları diqqətlə oxumalıyıq. Mətnlə tanış olmadan öncə suallardakı bizdən nəyi istəyir, nəyi tələb edir, bu məsələlərə önəm verməliyik. İkinci məsələmiz isə mətni diqqətlə oxumalıyıq və mətndə əsas detallar, yəni mətndə bizdən nəyi istəyir? Fərqləndirilmiş ifadələr, rəqəmlənmiş, altı xətlənmiş, xüsusi tünd rənglə verilmiş sözlərə fikir verməliyik. Mətni bundan sonra diqqətlə oxuyuruq. Bütün xırda detalları, dediyim kimi də həmin o fərqli sözləri, rəqəmləri, şəxs adlarını, faktları, xüsusi əgər rəqəmdir, lakin biz onu sözlə yazılışını görürüksə, bunlara mütləq fikir veririk. Bütün variantları, cavab variantlarını oxuyun. Bir-birinə oxşar, əlaqəsi olan, tək bir sözdə belə fərqi olan sual ola bilər. Variantları diqqətlə oxuduqdan sonra təkrar həmin məsələ ilə bağlı verilmiş, mətndə verilmiş fakta bir daha diqqətlə baxırsınız. Sonra, uzun mətnlərdən qorxub qaçmayın. Həmin mətn nə qədər uzun olsa da axıra qədər oxumağa çalışın. Çünki cavab variantı sizin qaçırdığınız və ya əhəmiyyətsiz saydığınız o bir xəttdə ola bilər. Açar sözlərə diqqət yetirin. Mətndə bəzən elə sözlər var ki, onlar təkrarlanır. Bu təkrarlanan sözlər sizin üçün xüsusi açar sözlər ola bilər. Son cümləyə xüsusi diqqət yetirin. Son cümlə nədir? Son cümlə mətndə əsas məqamları vurğulayan və yaxud müəllifin fikri əsas olan o sonuncu fikirdir bəzən. Bəzən mətnin içində bir atalar sözü kimi, bir aforizm kimi səslənən fikir olur. Bu mütləq ki, ideyadır. Müntəzəm olaraq təkrar edin. Bu nə deməkdir? Bu, həmin konkret mətnə aid deyil. Ümumiyyətlə, hər gün müntəzəm olaraq mətnli suallar üzərində işləyin uşaqlar. Mütləq. Bunun üçün EREM nəşriyyatının bildiyimiz kimi 111 mətni var. 52 sınaq var 11-lər üçün hazırladığı. Mütləq bu sınaqları işləyin. DİM-in özünün 1-ci və 2-ci hissə testlərində mətnlər var. Həm 9-cu siniflər üçün, həm 11-ci siniflər üçün. Mən məsləhət görürəm ki, bütün o mətnləri axıra qədər hər gün dəfələrlə işləyin. Mütaliə vərdişinizi formalaşdırın. Dərslikdəki mətnləri oxuyun. Dərslikdəki mətnlər də sizə çox faydalıdır. Mətn üzərində işləyərkən təkrar olunan söz və ifadələrin mətndə nədən bəhs olunmazından xəbər verir. Mövzu burada nə haqqında danışılır sualının cavabıdır. İdeya isə müəllif bizə nə demək istəyir və yaxud mən bu mətni başqalarına danışarkən məqsədim nə ola bilər? Bax, bu suala cavab verərkən siz mətnin ideyasını tapmış olursunuz. Növbəti məsələlərimizdə mətnlərin bir neçə tipi olur. Mətnlər əsasən 3 növə ayrılır. Nəqli mətnlər, təsviri mətnlər, mühakimə xarakterli mətnlər. Təsviri mətnlərdə biz kim, nə zaman, harada, necə, nə edir suallarına cavab veririk. Nəqli mətnlərdə ardıcıl şəkildə baş vermiş bir hadisədən bəhs olunur. Təsviri mətnlərdə isə kiminsə, nəyinsə və ya haranınsa təsviri verilir. Belə mətnlərdə biz necədir, nə qədərdir, nə cürdür bu suallara cavab tapırıq. Mühakimə xarakterli mətnlərdə isə hərəkətlərin və hadisələrin baş vermə səbəblərindən və onların arasındakı əlaqələrdən danışılır. Burada nəsə izah edilir və ya nəsə sübut olunmağa çalışır. Niyə, nə üçün sualına cavab tapırıq bu mətnlərdə? Nəqli mətn bizə danışır. Süjet xəttinə malik olur. Hadisələr bir ardıcıllıqla baş verir. Birinci şəxsin və ya obrazların birinin dilindən nəql olunur. Burada bir qəhrəman var, hadisənin baş verdiyi zaman var, məkan var və sonrakı taleyi haqqında bizə ümumi bir məlumat verilir. Süjet xətti var. Növbəti mətnlər. Təsviri mətnlərdə isə, təsviri xarakterli mətnlərdə hər hansı bir varlığın, hadisənin əlamətləri, xüsusiyyətləri təsvir edilir. İnsan və yaxud onun xarici görünüşü, əgər evdirsə oranın interyeri, eksteryeri və s. Təsviri xarakterli yazılarda insanlar, heyvanlar, əşyalar və digər hər hansı bir proses təsvir olunur. Və onların təəssüratı, yaratdığı təəssürat, keyfiyyətləri filan əks olunur. Mühakimə xarakterli mətnlərdə isə nə isə sübut olunur və ya nə isə təhlil olunur. Belə mətnlərdə təsdiq və inkar edilən fərziyyə formalaşdırılır, arqumentlər, nümunələr gətirilir və sonda nəticə çıxarılır. Bu fərziyyələr aydın, arqumentlər inandırıcı və kifayət qədər məqsədə çatmaq üçün inandırıcı olmalıdır. Arqumentlər arasında əlaqə olmalıdır. Bax, mühakimə xarakterli mətnlər budur.
Mətnin əsas ideyası və ya mətndəki əsas fikir nədir? Mətnin əsas ideyası ən ümumi, ən vacib məsələdir. Mətndəki bütün cümlələr o əsas ideyaya gəlib çıxan nərdivan kimidir. Əsas ideya bir cümlədir və bu əsas ideya bütün şagirdlərdə, bütün cavablarda demək olar ki, eyni olmalıdır. Çünki ideya birdir. Əsas çatdırılması olan məzmun, fikir birdir. Bu belə. Bu qədər uşaqlar.